Salam, bugünkü çəkiliş iştirakçıları mən Bakı İstanbul Liseyi 5-ci sinif Azərbaycan bölməsinin şagirdi Ayşənur və Azərbaycan dili ədəbiyyat müəllimimiz Yasmin müəllimədir. Biz çox vacib, amma bəzən üzərində səssiz keçilən bir mövzu haqqında danışacağıq. Bu mövzunun adı bullyingdir. Yasmin müəllimə, bullying nədir və onu adi konfliktlərdən fərqləndirən əsas amillər hansılardır? Ayşənur, salam. Salam. Deməli, dövrümüz üçün aktual olan bir problemə toxunmusan. Bir uşağın başqa bir uşağı təkrar-təkrar, qəsdən və üstünlük göstərərək incitməsidir. Düşünürəm ki, adi davalar keçici olduğu halda bullyinglər davamlı şəkildə olur və bullyingə məruz qalan uşaqlara dərin izlər buraxır. Bəs mübahisə edən iki uşaqla sistemli şəkildə incidilən bir uşaq arasındakı fərq necə ayırd edilir? Yəni nə zaman bu sadəcə davidi deyilməməlidir? Əgər bir uşaq davamlı ağlayırsa, qorxursa, sinif yoldaşlarına ünsiyyətdən çəkinirsə, deməli bu adi bir dava deyil. Uşaqlar arasında bir tərəf həmişə üstünlük təşkil edir, digər tərəf isə özünü müdafiə etməyə çalışır və müdafiə edə bilmirsə, deməli burada bullyingin əlamətləri özünü göstərir. Başqasını incidən uşaq həmişə pis niyyətli olurmu, yoxsa bəzən o da öz içində görünməyən bir mübarizə aparır? Ayşənur, deməzdim, başqasını incidən uşaq həmişə pis niyyətli olur. Bəzən ola bilər ki, həmin uşaq da öz daxilində, öz içində müəyyən çətinliklər yaşayır və bu çətinlikləri ifadə edə bilməyəndə öz hissini başqasına yaşatmağa çalışır. Bullyingə məruz qalan uşaqlar həmişə danışa bilirlərmi? Yoxsa bəzən susmaq və içinə qapanmaq onların hisslərini daha çox göstərir? Düşünürəm ki, bullyingə məruz qalan uşaqlar çox vaxt susmağı seçirlər, amma susmaq, səssizləşmək, özlərinə qapanmaq onların hisslərini bizə göstərir. Valideynlər övladlarının bullyingə məruz qaldığını hansı xırda, amma vacib siqnallardan anlaya bilərlər? Əgər bir uşaq davamlı gülmürsə, məktəb həyatından danışmağı sevmirsə, özünə inamı azalıbsa, bu artıq uşaqların valideynlərə və müəllimlərə göndərdiyi bir siqnaldır. Əgər düşünürəm ki, valideynlər də bunu nəzərə almalıdır ki, bu keçici bir hal deyildir. Bu artıq bullyingin əlamətidir. Valideynlərə nə tövsiyə edərdiniz? Bullyingə məruz qalan uşaqlar hisslərini etiraf etdikdə yanaşmaları necə olmalıdır? İstəyir valideynlər, istəyir müəllimlər uşaqları dinləyərkən həmişə sakit olmalı, onları diqqətlə dinləməlidir və hər bir sözünə ciddi yanaşmalıdır. Uşaqlara biz öyrətməliyik ki, danışmaq problemi həll edir, amma onu gizli saxlamaq daha da böyüdür. Aydın oldu ki, bullyingi tam dayandıra bilmərik. Bəs biz şagirdlər necə davranmalıyıq ki, onun təsirini az hiss edək? Düşünürəm ki, burada valideynlərə böyük iş düşür. Valideynlər öz övladları ilə valideyn-övlad münasibəti ilə yanaşı, həm də dost münasibəti qorumalıdır. Eyni şəkildə müəllimlərə də tövsiyə eləyərdim ki, müəyyən dərəcədə uşaqlarla dost əlaqələr qursunlar. Uşaqlar rahatlıqla gəlib öz belə deyim, bullyingə məruz qalmaqlarını istəyir valideynlərə, istəyir müəllimlərə rahatlıqla danışa bilsinlər. Ümumiyyətlə biz uşaqlara öyrətməliyik ki, tək qalmasınlar və bullyingə məruz qaldıqda onu rahatlıqla böyüklərlə bölüşsünlər. Suallarımı cavabladığınız üçün çox sağ olun müəllimə. Bakı İstanbul Liseyi şagirdləri olaraq gəlin bir-birimizə dəstək olaq. Susmayaq və həmişə güvəndiyimiz böyüklərdən kömək istəyək. Məni dinlədiyiniz üçün çox sağ olun.